Salam hər kəsə. İndi mən sizə qadağan nişanları dərsini bacardığım qədər rahat izah etməyə çalışacağam ki, hər biriniz üçün anlaşılır olsun. Başlayaq. Qadağan nişanları qırmızı yumru dairənin içərisində olur. Yol hərəkəti haqqında qanunun 64-cü maddəsində öz əksini tapır. Gəlin baxaq. Qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud onu ləğv edir. Gəlin nişanlarla tək-tək tanış olaq. Əvvəl formalarına baxaq. Onların dairəvi forması, ağ fonu, 3.27, 3.30 nişanlar işarələrinin mavi və qırmızı haşiyələri vardır. 3.1, 3.21, 3.23, 25 və 31 nişanlar tərtibatla fərqlənirlər. Gördüyümüz kimi 3, 27, 28, 29, 30 nişanlarından söhbət gedir. Fərqli tərtib olunmaqlarını göstərir. Əksəriyyəti qırmızı yumru dairənin içərisində olur. Sadəcə fərqlənənlər, baxın bu 3, 21, 23, 25, 31 nişanlarıdır. Qadağan nişanları müvafiq məhdudiyyətin qoyulduğu küçə və yolların sahələrinin bilavasitə qabağında və ya onun ləğv edildiyi yerlərdə quraşdırılır. Qadağan nişanları əvvəlcədən 7 bir-birli fəci ilə quraşdırıla bilər. 7 bir-birli fəci budur. Yerində göstərim yadınızda qalsın. Burada nişanların hara aid olduğunu, nişanın təsir qüvvəsi hara qədər olduğunu, harda qüvvədən düşdüyü haqqında məlumatları var. Bunları dərsin sonunda izah edəcəm. İndi gəlin nişanlarla tanış olaq. 3.1 nişanı. Giriş qadağandır. Giriş qadağandı nişanı yolun el istiqamətində qoyulur ki, ora bir tərəfli yol olur. Yəni bu yola daxil olmaq olmaz, amma orada nəqliyyat vasitələri gələ bilər. Yəni ora bax göstərildiyi ox istiqamətdə getmək olmaz, amma orada nəqliyyat vasitələri gələ bilər. Yəni bu yola biz məsələn fırlanıb digər istiqamətdən gəlib oradan çıxa bilərik, amma ora girə bilmərik bu istiqamətdə. Məsələn, yanacaq doldurma məntəqəsindən baxaq. Bax, o hissəsi girişdir, bu hissəsi çıxışdır. Ona görə buradan giriş qadağandır yazılıb ki, digər istiqamətdən girmək lazımdır. Fikir verin, indi buradan avtomobil çıxacaq. Ola bilər ki, belə hər hansısa bir zolağın üstünə yerləşdirilsin. Bu o deməkdir ki, həmin zolağa aiddir. Yəni, bura giriş qadağandır. Niyə? Çünki ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayrılmış zolaqdır. İkinci nişanımız 3.2 nişanı hərəkət qadağandır. Hərəkət qadağandı nişanı ümumiyyətlə burada hər kəsin hərəkətini qadağan edir. Bura hansı halda keçmək olar? O halda keçmək olar ki, orada nəqliyyat vasitələri işləyirsə, yaşayırsa keçə bilər. Xidmət göstərirsə və yaxud da xidmət göstərdiyi əraziyə aid olan nəqliyyat vasitəsidirsə, onda keçmək olar. Amma digər hallarda orada ümumiyyətlə hərəkət qadağandır. Ola bilər ki, nişan bu formada quraşdırılsın. Bu o deməkdir ki, sağ istiqamətdə hərəkət qadağandır. Yəni, ora yalnız işləyirsə, yaşayırsa, xidmət göstərirsə, həmin müəssisəyə aid olan nəqliyyat vasitəsidirsə keçə bilər. Digərləri keçə bilməz. Məsələn, mənim evim oradasa, onda mən keçə bilərəm, digərləri keçə bilməz. Və yaxud da kimsə iş yeri oradasa, o istiqamətdə onda keçə bilər. Bu nişan yolun hər iki istiqamətdə hərəkətin qadağan olunduğunu bildirir. Məsələn, biri burada quraşdırılır, bir də bu tərəfdə quraşdırılır. Yəni, bax, bu əraziyə hərəkət qadağandır. Yolun iki tərəfi deyəndə o nəzərdə tutulur. Biri burada quraşdırılır, biri də burada. Bu ərazidə hərəkət qadağandır. Deməli, burada məsələn binalar var, obyektlər var. Burada işləyirsə, yaşayırsa, onda həmin nəqliyyat vasitələri ora keçə bilər. Amma işləmirsə, yaşamırsa, ora keçə bilməz. Üçüncü, mexaniki nəqliyyat vasitələrinin hərəkəti qadağandır. Bu nişan bütün mexaniki nəqliyyat vasitələrinin hərəkətini qadağan edir. Deməli, mexaniki olmayan nəqliyyat vasitələri ora keçə bilər. Məsələn, velosiped keçə bilər, kiçik elektrik nəqliyyat vasitəsi keçə bilər. Amma avtomobillər, mexaniki olan nəqliyyat vasitələri ora keçə bilməzlər. Bu nişanda hər iki istiqamətdə hərəkəti qadağan edir. Yəni, bir burada qadağan edirsə, bir də bu yolun digər başında bu nişan quraşdırılır ki, oradan da bu yola daxil olmaq olmaz. Amma burada işləyirsə, yaşayırsa, xidmət göstərirsə, həmin nəqliyyat vasitələri ora keçə bilər. Yəni, mexaniki olsa belə, işləyirsə, yaşayırsa, keçə bilər. 3.4 nişanı. Yük avtomobillərinin hərəkəti qadağandır. Bu nişanda biraz daha diqqətli olmalıyıq. Niyə? Əgər bu nişanın içərisində 8 ton yazılıbsa və yaxud da 5, 6, 7 hər hansısa bir rəqəm yazılıbsa, bu o deməkdir ki, həmin rəqəmin özünü yox, özündən yuxarı olan çəkidə nəqliyyat vasitələrinin hərəkətinə qadağan edir. Və burada söhbət icazə verilən maksimum kütlədən gedir, faktiki kütlədən yox. İcazə verilən maksimum kütlə, yəni sənəddə olan kütlədən. Ola bilər ki, hal-hazırda bu nəqliyyat vasitəsinin çəkisi 5 tondur, faktiki olaraq 5 tondur da tam yüklənməyib. Amma sənəddə olan çəkisi məsələn 10 tondursa, bu nəqliyyat vasitəsi ora keçə bilməz. Amma bu təkcə yük avtomobillərinə aid edilmir.
Əgər bu nişanı görürüksə, ola bilər içərisində çəki yazılsın, ola bilər yazılmasın. Çəki yazılıbsa, dediyim kimi çəkidən yuxarı olan nəqliyyat vasitələrinin hərəkətini qadağan edir. Yox, rəqəm yazılmayıbsa, o zaman biz bilirik ki, C kateqoriyasına aiddir. Yəni 3,5-dən yuxarı olan yük avtomobillərinin hərəkətini qadağan edir. 3,5-dən aşağı olanlar keçə bilərlər. Və kimlərin hərəkətini qadağan edir? Yük avtomobillərinin, traktorların, yük avtomobillərinin, avtoqatarlarının, özü gedən nəqliyyat vasitələrinin. Deməli, bunların hər birinin hərəkətini qadağan edir. Amma bu nişan da orada işləyirsə, yaşayırsa, xidmət göstərirsə keçə bilər. Çəkisindən asılı olmayaraq. Bir də kimin hərəkətinə icazə verir çəkisindən asılı olmayaraq? Yük avtomobili ora keçə bilər, amma adam daşıyırsa. Baxın, burada görürük. Yük avtomobilidir, amma sərnişin adam daşımaq üçün nəzərdə tutulub. 10 ton da olsa, 15 ton da olsa o keçə bilər. Və çəkisi daha artıq olan yük aparan nəqliyyat vasitələri də ola bilər. Amma orada xidmət göstərirsə, yaşayırsa, işləyirsə, o zaman həmin nəqliyyat vasitələrinin də keçməsi qayda pozuntusu sayılmayacaq. 3.5 nişanı. Motosikletlərin hərəkəti qadağandır. Bu nişan sadəcə motosikletlərin deyil, eyni zamanda motosikletə bərabər tutulanların da hərəkətini qadağan edir. Məsələn, trisiklər, yüngül kvadrisiklərin də hərəkəti qadağandır. Digər nəqliyyat vasitələrinin hərəkətini isə qadağan eləmir. Sadəcə motosikletlərin ora hərəkəti qadağandır. Motosiklet bura gəlirsə ya sağa, ya sola, ya da geriyə getməlidir, düz gedə bilməz. Amma orada işləyirsə, yaşayırsa, xidmət göstərirsə gedə bilər. 3.6 nişan. Bu nişan traktorların hərəkətini qadağan edir. Sadəcə traktorların deyil, eyni zamanda özü gedən nəqliyyat vasitələrinin, özü gedən maşınların da hərəkətini qadağan edir. 3.7 nişanı. Bu nişan bizə nəyi göstərir? Qoşqu ilə hərəkəti qadağan edir. Kimlərin hərəkətini? Yük avtomobillərinin, traktorların, tipindən asılı olmayaraq bütün traktorların qoşqu ilə hərəkətini, eyni zamanda nasaz mexaniki nəqliyyat vasitəsini yedəkdə aparmağı qadağan edir. Deməli, qoşqu ilə hərəkət eləyirsə, yük avtomobilidirsə və yaxud da traktordursa, onların hərəkətini qadağan edir. Amma mini avtomobilinin qoşqu ilə hərəkətinə icazə verir. Yedəyində nasaz nəqliyyat vasitəsi aparanlara isə hər kəsin hərəkətini qadağan edir. Deməli, təkcə yük avtomobilinin deyil, eyni zamanda traktorların da hərəkətini qadağan edir. Yəni, qoşqu ilə hərəkətini qadağan edir. 3.8 nişanı. At arabalarının hərəkəti. Bu sadəcə at arabaları deyil, eyni zamanda at kirşələri, yük heyvanlarının da hərəkətini qadağan edir. Həmçinin malqara ötürülməsini də qadağan edir. Amma bu nişanda işləyirsə, yaşayırsa, xidmət edirsə, o istiqamətdə getməyə icazə verir. Deməli, burada at arabası varsa, həmin istiqamətdə, yəni sağ istiqamətdə gedə bilməz. Hansı istiqamətdə getməlidir? Ya düz getməlidir, ya sola getməlidir, ya da geriyə getməlidir. Amma işləyirsə, yaşayırsa, o istiqamətdə gedəcək. 3.9 nişanı. Velosipedlərin hərəkəti qadağandır. Bu nişan sadəcə velosipedlərin hərəkətini qadağan eləmir. Eyni zamanda kiçik elektrik nəqliyyat vasitələrinin və mopedlərin də hərəkətini qadağan eləyir. Amma bu nişan işləyirsə, yaşayırsa, keçmək icazəsini vermir. Niyə? Deyir, əgər həmin istiqamətdə yaşayırsansa, velosipeddən düş, onu əlində apararaq get, sürərək, sürücü kimi getmə. 3.10 nişanı. Bu nişan piyadaların hərəkətini qadağan edir və yolun hansı tərəfinə qoyulubsa, o tərəfinə aiddir. Yəni, sağa qoyulubsa, piyada yalnız yolun sağ tərəfindən gedə bilməz. Əgər sol tərəfindən qadağan eləmək istəyirsə, o zaman bu nişanı sol tərəfə qoyacaq ki, sol tərəfdə də piyadaların hərəkəti qadağan olunsun. Gördüyümüz kimi, sağ tərəfdə qoyulub, yəni bu istiqamətə aiddir. Digər istiqamətdə olmadığına görə piyadalar orada hərəkət edə bilər. 3.11 nişanı. Bu nişan bizə, baxın, bu da çəki ilə bağlıdır. 3.4 nişanı da çəki ilə bağlıdır. Bu nişanın fərqi nədir? Bu nişan bizə faktiki kütləni deyir. Yəni, bu dəqiqə avtomobili götürüb tərəzinin üstünə qoysaq, onun çəkisi bu dəqiqə neçə olar? Bax, həmin çəkidən söhbət gedir. Bir var sənəddə olan çəki, bax, bu nişan sənəddə olan çəkini qadağan eləyir, həmin rəqəmdən yuxarı olanı qadağan eləyir. Bu isə faktiki kütləni. Ola bilər ki, sənəddə 10 ton yazılıb, amma avtomobil çox yüklənməyib. Məsələn, 6 tondur bu dəqiqə. Ona görə də əgər 6 tondursa, yəni göstərilən rəqəmdən yuxarı deyilsə, həmin istiqamətdə nəqliyyat vasitəsinin keçməyinə icazə verir. Məsələn, ola bilər ki, körpülərin üstündə quraşdırılsın. Bu nə deməkdir? Yəni, bu deməkdir ki, həmin nəqliyyat vasitələri körpünün üstündən, yəni bu göstərilən çəkidən artıq olanlar körpünün üstündən getməsinlər. Çünki körpünün dayanıqlığına görədir da qaldıra bilməz, körpü aşa bilər. Ona görə də göstərilən rəqəmi keçməməlidir. Məsələn, burada fikir verin, avtomobilin özü 5 tondur, 2 ton da onun yüküdür, 7 ton oldu. 7 tonun keçməyinə icazə var, amma 7 tonun artıq olsa keçə bilməz burada. Və burada xüsusi icazə falan da yoxdur. Xüsusi icazə olsa belə keçə bilmir. Niyə? Çünki dediyim kimi, körpünün özünün dayanıqlığından söhbət gedir, ona görə keçmək olmaz. Baxın, çox oldu bu 7 tondan. Ona görə də körpü açdı.
3.12 nişanı. 3.12 nişanı oxlara düşən faktiki çəkini müəyyənləşdirir. Faktiki kütlə nə qədərdirsə, bizə onu göstərir. Məsələn, burada iki oxlu nəqliyyat vasitəsidir. Yük avtomobilidir, iki oxu var. Oxu da necə hesablayırıq? Bir təkərinlə bir istiqamətdə, yəni sol tərəfdəki təkərlə sağ tərəfdəki təkəri birləşdirən dəmiri var, ox var. Bax, həmin oxdan söhbət gedir. Bu bir oxdur, bu da ikinci oxdur. Deməli, bu iki oxlu nəqliyyat vasitəsidir. İki oxlu nəqliyyat vasitəsinin oxlarına düşən çəki necə hesablanır? Məsələn, bu 12 tondursa, 12-ni bölürük 3-ə. Əgər 2 oxludursa 3-ə bölürük. Sadəcə 2 oxlu istisnadır, onu 3-ə bölürük. Əgər burada 3 oxlu olsaydı, 4 oxlu, 5 oxlu olsaydı, onların hər birini öz oxu üzrə bölərdik. Məsələn, bura baxaq. Baxın, burada 3 oxludur. 3 oxludursa onu 3-ə böləcək. 4 oxlu olsa 4-ə böləcək. Deməli, necə hesablanır? 12 tondur burada, görürsünüz. Bu 12 tonu 3-ə bölürük. Neçə eləyir? 4 eləyir, düzdür? Deməli, 4 burada. Bax, 4, 4, 4. Arxadakı 2 dənə 4-ü toplayırıq, 8 ton eləyir. Deməli, 8 ton bunun arxa oxuna düşür, 4 ton qabaq oxuna düşür. Məsələn, burada 15 tondur. 15 tondursa, onu yenə də oxların sayına bölürük. 1 ox, 2 ox, 3 ox. Deməli, hər oxa 5 ton düşür. Baxın, belə hesablanır. Əgər burada 4 ox olsaydı, o zaman 4-ə bölərdik. Deməli, çəkisi 2 oxludursa 3-ə bölürük. 2-dən başqa sadəcə 2 istisnadır. 2-dən başqa neçə oxludursa, həmin oxların sayına bölüb elə hesablayırıq ki, faktiki oxa düşən çəki nə qədərdir? Məsələn, burada 6 ton yazılıb, düzdür? 6 ton yazılıbsa, burada da 8 çıxdısa, deməli bu nəqliyyat vasitələrinin hərəkəti qadağandır. Oxlara düşən 5 tondur. Yəni çəkisi çox olmasına baxmırıq. Faktiki oxuna düşən çəki bizi maraqlandırır. Ona görə də biz buradakı 5 tonu əsas götürürük. Deməli, burada 5 ton yazıldığına görə, burada da 6 ton. Yəni, nişandakı 6 tondan kiçik olduğuna görə bu nəqliyyat vasitəsinin hərəkətinə icazə veriləcək. Amma bunun hərəkətinə icazə verilmədi. 3.5 yazılıb burada. 3.13 nişanı. Bu o deməkdir ki, hündürlüyün məhdudlaşdırılması. Yəni, bu tuneldən keçəndə hündürlüyü 3.5 metrdən çox olmamalıdır ki, rahat oradan keçsin. Burada xüsusi icazə falan keçmir. Niyə? Necə keçsin buradan? Axı, tunelin körpünün hündürlüyü bu qədərdir. Deməli, yük oradan artıq olmamalıdır. Ola bilər ki, belə lövhəciklə quraşdırılsan, bu o deməkdir ki, 300 metrdən sonra hündürlük məhdudlaşdırılır. Yəni, sən hündür yük yaparsansa, geriyə qayıtmalısan. Və gəldiyi növbəti nişana, 3.14 nişanı. Bu, enin məhdudlaşdırılmasıdır. Yəni, sən enli hər hansısa bir yük avtomobili və yaxud da yük aparırsansa, deməli, buradan keçməyin çətin olacaq. Ona görə də bilməlisən ki, yolun darlığı 2,7 metrdir. Ondan artıq olan nəqliyyat vasitələri buradan keçə bilməzlər. 3.15 nişanı uzunluğun məhdudlaşdırılması. Əgər uzunluğu 10 metrdən artıq olan nəqliyyat vasitəsi idarə edirsənsə, deməli sən buradan keçə bilməyəcəksən. Ya burada dönmək mi təhlükəlidir və yaxud da körpü ola bilər. Nəqliyyat vasitələrinin uzunluğu göstərilən rəqəmdən çoxdursa, buradan keçə bilməyəcək. Ona görə bu nişan quraşdırılır. Baxın. Görürsünüz, keçə bilmədim. 3.16 nişanı. Minimum ara məsafənin saxlanması. Bu nə deməkdir? Yəni, qarşıdakı nəqliyyat vasitəsindən arandakı məsafə heç olmasa minimum 70 olmalıdır. Baxın, bu nişana qədər, 3.16 nişanına qədər olan nə qədər ki nişan var, onun içərisində göstərilən rəqəmlərdən çox olanlar qadağan idi. Məsələn, 8 ton yazılıbsa, 9 ton olan nəqliyyat vasitəsinin hərəkəti qadağandır. 6 yazılıbsa, 6-dan özü yox, 6-dan çox olanlar qadağandır. 7 yazılıbsa, burada 7-dən çox olan, eyni zamanda bunlar. Və burada isə göstərilən rəqəmdən çox yox, az olanların hərəkəti qadağandır. Yəni, sən 70 metr məsafədən çox saxlamalısan ara məsafəsini. 70 metrdən az olarsa, qaydanı pozmuş sayılırsan. Bu nişan da hansı hallarda quraşdırılır? Sürüşkən yol ola bilər, körpü ola bilər. Baxın, məsələn, burada ikisi də ard-arda getdi deyə, buzlu yoldursa, məsələn, ora düşə bilər və yaxud da bir-birinə dəyə bilər. Ola bilər ki, körpü olsun. Baxın, burada 70 metr ara məsafəni gözlədi. Qarşıdakı keçdi, sonra digər nəqliyyat vasitəsi keçdi. Və yaxud da bura baxaq. Baxın, bu nəqliyyat vasitəsi keçdi. Arxadakı isə gözləyir 70 metri. O keçib gedəndən sonra gedəcək. İkisi də eyni vaxtda körpünün üstündə ola bilməz və yaxud da yaxın məsafədə ola bilməzlər. Növbəti nişan 3.17.1 nişanı. Bu gömrük nişanıdır. Bu nə deməkdir? Biz bilirik ki, gömrük nişanı gördüksə, orada dayanmadan keçmək qadağandır. Bir bu nişanda dayanmadan keçmək qadağandır. Bir də bilirsiniz ki, stop nişanı olan yerdə dayanmadan keçmək qadağandır. Və 3.17.2 nişanı. Bu nişan bizə təhlükə barədə məlumat verir.
Yəni təhlükə varsa, burada yol nəqliyyat hadisəsi ola bilər, qəza ola bilər və s. və yaxud da təhlükəli ərazidir, məsələn, minalanmış ərazidir. Yadınızda saxlayın ki, bu nişan olan yerdə operativ nəqliyyat vasitəsi belə keçə bilməz. Axı biz bilirik, operativ nəqliyyat vasitələri nişan və nişanlanma xəttlərinin tələblərini poza bilirlər. Amma bu nişan olan yerdə onlar belə keçə bilməzlər. Məsələn, baxaq bura. Qəza baş verdi və bu nişanı quraşdırdılar. Bu nişanı quraşdırırlarsa, operativ nəqliyyat vasitəsi belə keçə bilməz. Yazıq hara getsin. Ona görə də o da geri qayıdır. Gəldik çatdıq bacı-qardaş nişanlarına. Bacı-qardaş dediyimiz nişanlar bunlardır. Niyə bunlara bacı-qardaş deyirik? Bu ikisi sağa-sola dönmək qadağandır nişanları, bacılardır. Geriyə dönmək qadağandır nişanı onun qardaşıdır. Niyə belə deyirik? Baxın, bu nişanlar sağa dönmək qadağandırsa, deməli biz həmin istiqamətdə sağa dönə bilmərik. Düz gedə bilərik, sola geriyə gedə bilərik. Eyni zamanda 3-18 nişanı, 18.2 nişanı varsa, biz buradan sola dönə bilmərik. Düz gedə bilərik, sağa gedə bilərik, geriyə gedə bilərik. Yəni sola dönməni qadağan eləyən geriyə dönməni qadağan etmir. Sadəcə sola dönməni qadağan eləyir. Məsələn, bura baxaq. Sadəcə sağa dönməni qadağan eləyir. Geriyə getmək olar, düz getmək olar. Birinci kəsişməsinə aiddir. Yəni bu qoyulduğu yerə aiddir. Buradan sağa dönmək olmaz, amma ikinci kəsişmədən dönmək olar. Deməli bu dəymə düşərdi də qızdır. Birinci kəsişmədə qüvvədən düşür. Bu bacılar birinci kəsişmədə qüvvədən düşür. İndi gəlin digər bacıya baxaq. Yəni sola dönmək qadağandıra baxaq. Buradan sola dönmək qadağandır. Amma düz getmək olar, geriyə getmək olar, sağa getmək olar. Yolun iki kəsişməsi varsa, onda birinci kəsişməsindən sola dönmək olmaz, amma ikinci kəsişməsindən sola dönmək olar. Yəni birinci kəsişmədə qüvvədən düşdü. İndi gəlin qardaşlarına baxaq. Geriyə dönmək qadağandır. Niyə buna qardaş deyirik? Çünki bu daha güclüdür. Bu birinci kəsişmədə bacıları kimi qüvvədən düşmür. Bu harda quraşdırılıbsa, həmin yol ayrıcında axıra qədər də geriyə dönmək olmaz. Yəni burada bir kəsişmə görürük, düzdür? Deməli buradan geriyə dönmək olmaz. Əgər burada bir yox, iki kəsişmə olsa, məsələn buradakı kimi, onda birinci kəsişmədən geriyə dönmək olmaz demirik. Deyirik ki, bütöv kəsişmədən geriyə dönmək olmaz. Deməli, buradan da olmaz, ikinci kəsişmədən də olmaz, üçüncü kəsişmədən də olmaz. Yəni, heç birindən geriyə dönmək olmaz. Bu, sadəcə bu ayrıcı zolaqları, yəni kəsişmələri görür. Bir kəsişmə, iki kəsişmə, bu da üçüncü kəsişmə. O kəsişmələri görüb qüvvədən düşmür. Ümumiyyətlə, burada geriyə dönməni qadağan edir. 3.20 nişanı. Ötmək qadağandır. Ötmək qadağandır nişanı gördüksə, deməli biz bilməliyik ki, burada ötmək qadağandır. Ola bilər ki, burada qırıq-qırıq xətt yox, ümumiyyətlə xətt yoxdur. Ola bilər düz xətt var və s. fərqi yoxdur. O xətt olsa da, olmasa da ötmək qadağandır nişanı varsa, deməli buradan ötmək olmaz. Ötmək nə idi? Olduğumuz zolağı dəyişərək növbəti zolağa keçirik və qarşımızda hərəkətdə olan nəqliyyat vasitəsini ötürük. Əgər qarşımızda ötmək qadağandır nişanının bitməsi nişanı varsa, artıq bilirik ki, ötmək olar buradan. Biri də var 3.22 nişanı. Bu nişan yük avtomobillərinə ötməni qadağan edir. Yəni arxadakı yük avtomobil olmalıdır ki, qarşısındakı nəqliyyat vasitəsini ötməyə qadağan olsun ona. Və o nişanın bitməsi də elə özündən qüvvədən düşür. Yəni yük avtomobillərinin ötməsinin qadağan olunması ərazinin bitməsini bildirir. Deməli, artıq yük avtomobilləri bu nişandan sonra ötə bilərlər. Bu nişan sadəcə yük avtomobillərinə deyil, söhbət C kateqoriyasından gedir. Sadəcə C kateqoriyalı yük avtomobillərinə deyil, eyni zamanda traktorlara da, özü gedən nəqliyyat vasitələrinə də ötməni qadağan eləyir. Əgər biz iki təkərli nəqliyyat vasitəsini ötürüksə, məsələn bu moped ola bilər, motosiklet ola bilər, velosiped ola bilər, onu ötmək üçün zolağımızı dəyişmiriksə, bu ötmə sayılmayacaq, bu yandan keçmə sayılacaq. Bu halda ötmək olar. Amma zolağımızı dəyişəcəksə, bu ötmə sayılacaq, ona görə də onları ötmək qadağandır. Bu halda ötmək qadağandır. Və bu nişanda gördüyümüz kimi həmin zonanın bitdiyini, yəni yük avtomobillərin ötməsinin qadağan olunduğunu, bitdiyini göstərir. 3.24 nişanı. Maksimum sürətin məhdudlaşdırılması nişanı. Bu o deməkdir ki, göstərilən rəqəmdən yuxarı sürmək olmaz. 50 ilə sürmək olar, 50-dən aşağı getmək olar, amma 50-dən yuxarı getmək olmaz. 51 ilə belə sürmək olmaz. Məsələn, 80 yazılıbsa yaşayış məntəqəsində biz bilirik sürət 60-dır, amma 80 yazılıbsa, bəli, 80-ə qədər sürəti qaldıra bilərik, amma 80-dən yuxarı sürəti artırma olmaz. Altında belə əlavə lövhəcik də quraşdırıla bilər. Lövhəcik quraşdırılanda o zaman biz baxırıq ki, hansı zolağın üzərinə quraşdırılıbsa, həmin zolağa aid olduğunu göstərir. Və yaxud da nişanın altında əlavə lövhəciklə hansı nəqliyyat vasitəsinə aid olduğunu göstərə bilər. Məsələn, mini avtomobillər 80 ilə, yük avtomobilləri 50 ilə getsin deyə əlavə lövhəciklə məhdudlaşdıra bilər nişanın qüvvəsini. Nişan harda qüvvədən düşür? Özünün üstündən xətt çəkilmiş yerdə. Təkcə burada mı qüvvədə düşür? Xeyr. Başqa harda qüvvədən düşür? Onlar haqqında birazdan danışacağım.
Səs siqnalı qadağandır. Yadınızda saxlayın ki, səs siqnalı qadağandırsa, deməli burada yalnız yol nəqliyyat hadisəsinin qarşısını almaq məqsədi ilə səs siqnalı vermək olur. Digər hallarda qadağandır. Başqa harda səs siqnalı vermək qadağandır? Ağ fonlu yaşayış məntəqəsi nişanı görürüksə, yəni yaşayış məntəqəsində isə biz bilirik ki, səs siqnalı vermək olmaz. Daş uçqunu nişanı görürüksə, biz bilirik ki, orada da səs siqnalı vermək olmaz. Deməli, 3 halda səs siqnalı vermək olmaz. Bir də nişanın özündə. 3.27 nişanı. Dayanmaq qadağandır. 2 xətt varsa, həm dayanmaq qadağandır, həm də durmaq qadağandır. Dayanmaq ümumiyyətlə nə idi? Sərnişin mindirib düşürtmək, yük doldurub boşaltmaq. Deməli, bu nişanın təsiri sayəsində sərnişin mindirib düşürtmək belə olmaz, yük doldurub boşaltmaq belə olmazsa, durmaq dünəndən qadağandır. 3.28 durmaq qadağandır. Nişanın təsiri sayəsində isə sadəcə durmaq qadağandır, dayanmaq olar. Dayanmaq nə idi? Sərnişin mindirib düşürtmək, yük doldurub boşaltmaq olar. Amma digər məqsədlər üçün dayanmaq olmaz. Burada yadınızda saxlayın ki, vaxt məhdudiyyətindən söhbət getmir. 2 saat da çəkə bilər, 1 dəqiqə də çəkə bilər. Heç bir fərqi yoxdur. Sadəcə məqsədə baxırıq. Ayın tək günlərində durmaq qadağandır. Bu o deməkdir ki, biz cüt günlərində dayanıb dura bilərik. Tək günlərində isə sadəcə durmaq qadağandır, dayanmaq olar. Əgər bu nişanı görürüksə, ayın cüt günlərində durmaq qadağandır və yolun hansı tərəfinə quraşdırılırsa, o tərəfinə aiddir. Məsələn, ayın tək günlərində sağda durmaq qadağandır, cüt günlərində solda durmaq qadağandır. Dayanmaq isə hər ikisində olar. Qarşımızda bu nişanı görürüksə, bütün məhdudiyyətlərin bitməsini göstərir. Bu nişan bir neçə nişanı qüvvədən salır. Bu nişan hansı nişanları qüvvədən salır? Səs siqnalı qadağandır nişanından sonra gəlirsə, səs siqnalı artıq vermək olar. Dayanma, durma qadağandır bu 4 dənə nişandan sonra gəlirsə, onları qüvvədən düşdüyünü göstərir. Ötmə qadağandır nişanlarından sonra gəlirsə, artıq ötmək olar deməkdir. Sürət nişanları, bax bu nişandan və bu nişandan sonra gəlirsə, o nişanın qüvvədən düşdüyünü göstərir, yəni göstərilən sürətlə getmək məcburiyyətində olmadığımızı göstərir və ara məsafənin saxlanması nişandan sonra gəlirsə, artıq həmin nişanın qüvvədən düşdüyünü göstərir. Deməli, gördüyümüz bütün nişanların hamısını qüvvədən salır. 3.32 nişanı. Bu nişan durmanı qadağan eləyir, amma müstəsna hallarda duracaq yeri kimi, yəni istifadə edilə bilər. Yəni, ehtiyatda olan duracaq yeri kimi istifadə edilə bilər. Növbəti nişanımız 3.33 nişanı. Bu gördüyümüz kimi sürət nişanıdır. Yəni bu nişanı görəndə biz bilirik ki, minik avtomobilləri 90-dan, yük avtomobilləri, yəni C kateqoriyası 60-dan getməlidir. Ondan yuxarı gedə bilməz. Elə bil bu nişanın kateqoriyalar üzrə bölünməsi deməkdir. Növbəti nişan 3.34 nişanı. Təhlükəli yük aparan nəqliyyat vasitələrinin hərəkətini bu nişan hər iki istiqamətdən qadağan eləyir. Məsələn, insan həyatı üçün, ətraf üçün təhlükəli olan yük aparan nəqliyyat vasitələri bu nişanın təsirinə aiddir. Deməli, o nişan sağ tərəfə gedə bilməz, daha çox yaşayış məntəqələrində falan quraşdırılır. Bunun üçün ayrıca onlara xüsusi marşrut təyin edilir ki, həm istiqamətdə yox, digər istiqamətdə getsinlər. Bu nişan isə tez alışan, partlayıcı yük daşıyan nəqliyyat vasitələrinə aiddir. Məsələn, qaz balonları, yanacaq və benzin və s. kimi təhlükəli yük aparan, tez alışan yük aparan nəqliyyat vasitələrinə şamil edilir. Bu nişanda hər iki istiqamətdə hərəkəti qadağan edir. Beləliklə, qadağan nişanlarından hər birinin mənasını tək-tək öyrəndik. İndi gəlin baxaq, onların təsiri qüvvəsi hara qədərdir. Bu cədvəldən göstərəcəm ki, vizual olaraq daha yaxşı yadınızda qalsın. Deməli, yadınızda saxlayın, 3.2 nişanından başlayaraq 3.8 nişanına qədər işləyirsə, yaşayırsa, həmin istiqamətə keçə bilər. Baxın, birinci nişanı demədim, gördünüz? Çünki orada ümumiyyətlə giriş qadağandır, əks istiqamət olacaq ora girsək. Və burada 3.9 nişanını da demədim, velosipedlərin hərəkəti qadağandır. Dediyim kimi bayaq, əgər biz velosipedlə həmin yola daxil oluruqsa, velosipeddən düşüb piyada kimi velosipedi əlimizdə apararaq getməliyik, sürərək sürücü kimi yox. Deməli, işləyiriksə, yaşayırıqsa, xidmət göstəririksə, həmin müəssisəyə aid olan nəqliyyat vasitəsidirsə, 3.2-dən 3.8-ə qədər olan əraziyə keçmək olar, digər hallarda keçmək olmaz. Yolun hər iki istiqamətinə aid edilənlər hansılardır? Yəni, baxın, bu yoldur. Bax, yolun bu istiqamətindən quraşdırılır, bir də bu istiqamətindən. Yəni, bax, bu əraziyə aiddir. Hər iki istiqamətinə aid quraşdırılan nişanlar hansıdır? 3.2-dən başlayaraq 3.9-a qədər, yəni velosipedlər də daxildir. Eyni zamanda 3.34-35 nişanları da hər iki istiqamətdə hərəkəti qadağan eləyir. Deməli, bu nəqliyyat vasitələri həmin istiqamətə və bu istiqamətə keçə bilməzlər. Yolu iki istiqamətdən bağlayır o nişanlar. Yenə də işləyirsə, yaşayırsa, xidmət göstərirsə, keçə bilərlər.
Əlillərə şamil edilməyən nişanlar var. Onlar hansılardır? Deməli, baxın. Durmaq qadağandır nişanları, gördünüz, dayanmaq demədim, durmaq qadağandır nişanları və hərəkət qadağandır nişanı. Baxın, bu hərəkət qadağandır nişanı, durmaq qadağandır nişanları əlillərə şamil edilmir. Əgər avtomobildə əlil tanıma nişanı varsa, həmin nişanın təsir sahəsinə keçə bilərlər. Yolun birinci kəsişməsində qüvvədən düşən nişanlar, bax bu ikisi idi. Onun qardaşı isə bu nişan, geriyə dönmək qadağandır nişanı isə bütöv yol ayrıcına aiddir. Yalnız bir istiqamətə aid olanlar, məsələn, sağ tərəfə qoyulubsa sağ tərəfə, sol tərəfə qoyulubsa sol tərəfə aid olan nişanlar, piyadanın hərəkəti qadağandır və dayanma durma nişanları. Gəlin cədvəllə baxaq. Deməli, yaşayırsa, işləyirsə gedə bilər. Bu nişanlardır, bunları əzbərləyirsiniz. Əlillərə şamil edilməyən nişanlar, hansı əlillərə? 61, 100% əlillik dərəcəsi olanlar, yəni sağlamlığın 61-100% itirənlər. 100% sağlamlığı itirmək düz gəlmədi. Orqanizm funksiyalarının, hansısa orqanizm funksiyasının 100% itirilməsi, yəni 61-100% itirilməsi. Deməli, hərəkətin birinci kəsişməsinə aid edilənlər, bacılar, sağa sola dönmək qadağandır nişanları, bildik ki, onun qardaşları geriyə dönmək qadağandır, bütöv yol ayrıcına aiddir. Hərəkət hissəsinin nişan quraşdırıldığı tərəfinə şamil edilir. Yəni, dayanma durma qadağandır və piyadanın hərəkəti qadağandır. Yol ayrıcında qüvvədən düşən nişanlar və bütün məhdudiyyətlərin bitməsi nişanı. Deməli, dayanma durma nişanları, sürət nişanları, ötmə qadağandır nişanları, sürət nişanı 50 burada kateqoriyalar üzrə sürəti bildirən və səs siqnalı qadağandır, ara məsafənin saxlanması. Bu nişanlar yol ayrıcında qüvvədən düşür. Məsələn, 50 ilə gediriksə, qarşımıza yol ayrıcı çıxırsa, biçik ərazi yox, yol ayrıcı çıxırsa, deməli 50 ilə getdiyimiz nişan qüvvədən düşür. Məsələn, yaşayış məntəqəsində isə artıq biz bilirik ki, sürətimiz 60-dır. Və yaxud da yaşayış məntəqəsindən kənardayıqsa, deməli biz bilirik ki, mini avtomobilində isə sürət 90-a qədər qalxa bilər. Burada ötmək qadağandır nişanları harda qüvvədən düşür? Həm özlərində qüvvədən düşür, həm yol ayrıcında qüvvədən düşür, həm bütün məhdudiyyətlərin bitməsi nişanında qüvvədən düşür, həm də yaşayış məntəqəsinin bitməsi nişanında qüvvədən düşür. Yəni, yaşayış məntəqəsinin içərisində tutaq ki, bizə yazılıb ötmək qadağandır. Məntəqənin çıxdıqsa artıq ötə bilərik. Artıq azadıq, rahatıq, ötmək olar. Sürət nişanı, maksimum sürətin məhdudlaşdırılması nişanı. Bu nişan özündən sonra gələn hər hansısa bir böyük rəqəm varsa, məsələn 60, 70 və yaxud da aşağı rəqəm 30 ola bilər. Varsa əvvəlki nişanı qüvvədən salır. Özünün üstündən xətt çəkilmiş variantı, bütün məhdudiyyətlərin bitməsi. Yol ayrıcı varsa qüvvədən düşür, yaşayış məntəqəsi nişanı gəlirsə qüvvədən düşür. Niyə yaşayış məntəqəsi? Çünki yaşayış məntəqəsində sürət biz bilirik neçədir? 60-dır, düzdür? Deməli, bu nişanı görürüksə yaşayış məntəqəsində qüvvədən düşür və yaşayış məntəqəsinin bitməsi nişanı. Yaşayış məntəqəsi bitirsə artıq biz bilirik ki, 90-dan gedə bilərik. Hər iki istiqamətdə hərəkəti qadağan edən nişanlar da bayaq dediyim kimi bu nişanlardır. Deməli, yol hərəkəti haqqında qanunun 64-cü maddəsində də nişanların harda qüvvədən düşdüyünü göstərən maddənin içərisindəki bəndlər də burada əks olunub. Beləliklə, bir dərs videosunun sonuna gəlib çatdıq. Bu videoları paylaşmaqda məqsədim yol hərəkətini bilən sürücülərin sayının artmasına töhfə verməkdir. Və sizin üçün faydalı oldusa, mənimlə fikirlərinizi bölüşməyi unutmayın. Çünki sizin hər cümləniz mənim üçün çox dəyərlidir. Fikirlərinizi gözləyirəm.